Rekorda. Deməli, Şəbi, bugünkü dərsimiz sudur. Su. Birinci suyu bilməliyik ki, su nədir? Su yadda saxla ki, oksidlərdəndir, oksiddir. Amma, Bəli, amma oksidlərin heç bir növünə aid deyil. Niyə? Çünki burada bir dənə maddəni oksid eləyən iki dənə əsas xüsusiyyət olmalıdır. Birinci, oksigen oksidaşma dərəcəsi -2 olmalıdır. İkinci əsas xüsusiyyət də oksigen bir-biri ilə rabitə əmələ gətirməməlidir. Yəni rabitə ilə olmamalıdır. Bu xüsusiyyətlər də suda var deyə, ona görə bu oksid də oksidlərin heç bir növünə aid deyil. Bunu yadda bəli. saxlamalısın. Başa düşdün dediyimi? Hı -hı. Ondan sonra bax yadda saxla ki, sudur. Suyun tərkibinə baxanda görürsən ki, bu hidrogen və oksigenden təşkil olunmuşdur. Hidrogen 1,1 izotopu və 16,8,8 oksigen izotoplarından bu su əmələ gəlir. Təbiətdə çox az miqdardır. Suyun tərkibində biz buna rast gələ bilərik. Bir dəqiqə gözlə görüm. Hı hı. Bax, var da bircə dəqiqə. Hə, danış. Hə, qoy danış. Mən danışırdım. Fikrim yayıldı. Bax, hə. Dedik ki, bu hidrogendən və oksigenden təşkil olunmuşdur. Bir də Bəli, dedik ki, bu təbiətdə çox az miqdarda bu suyun tərkibində, ağır suyun tərkibində bu izotoplara rast gəlmək olur. Və suyun tərkibində normalda protium izotopu və bunun adı protiumdur. Protium bəli, izotopu olur. Bir də ki, yəni əsasən də belə deyək, ağır suyun tərkibində olanlardan gedir söhbət. Bir də deuterium var ki, deuterium da var. Deuterium da D2O kimi yazılır və bu şəkildə olur. Suyu bəli, ümumiyyətlə sən götürüb dəfələrlə qaynatsan, protium və bu H bir. Bunun adı protiumdur. Bu keçəcəkdir birbaşa deuteriuma. Deuterium da belə yazılır. Başa düşdün? Yəni bax bu bəli. formada olur. Yəni biz suyu dəfələrlə qaynatsaq, deuteriuma keçirə bilərik protiumu. Və protiumun Hı hı. deuteriuma keçməsi əslində zərərli bir prosesdir. Yəni ona görə çox vaxtı əsas olan götürürlər. Yəni buna əl atmırlar da, bu üsulə əl atmırlar ki, protiumu deuteriuma çevirsinlər. Çünki bu orqanizm üçün zərərlidir. Ümumiyyətlə su molekulunda oksigen atomundan danışsaq, oksigen atomunun özü sp3 hibrid vəziyyətindədir. sp3 hibridləşmə dərsinə keçmişdim. Deyirdim ki, H2O idi, yəni su idi, NH suydu. Bunlarda oksigen, yəni bu birləşmələrdə sp3 hibridləşmə olurdu. Burada da elə oksigen və belədir, hidrogen iki dənə qıraqlardadır və buna görə də bu sp3-dür. Ortada olur Bəli, və sp3 olur. Yadda saxlamaq lazımdır ki, bu özü tetraedrik quruluşda olur. Yəni SP3 deyə bilirsən də bəli, SP3 nədir? bəli, SP3 vəziyyətində tetraedrik olur da. Və bir də yadda saxlamaq bəli, lazımdır ki, bunların valent bucaqları 104,5-dir. Yəni 104 dəqiqə 5 dərəcədə deyirlər, belə də deyirlər. Hı 104,5 də -hı. deyirlər. Yəni əsas bunu bilsən bəs eləyir. Sonra bəli. gəldik bunun fiziki xassələrinə. Suyun fiziki xassələri necə olur? Yadda saxlamaq lazımdır ki, suyun özü. Suyu baxanda görürük ki, nədir? Rəngsizdir. Rəngini görə bilirsən? Yox. Demək nədir? Xeyr, Rəngsizdir. İyi hiss edirsən? Yox. Demək nədir? İyisizdir. Sonra bəli, şəffafdır. Görürsən, rəngsiz demək şəffaf deməkdir. Sonra aqreqat halı nədir? Mayedir. Və yadda saxlamaq lazımdır ki, donması 0 dərəcə Selsidə donur, 100 dərəcə Selsidə də qaynayırdı. Suyun ən böyük sıxlıq olaraq da 4 dərəcədə olur. Ən böyük sıxlıq 4 dərəcə temperaturda olur. Rho bəli. bərabərdir ümumiyyətlə 1 qram bölünsün santım. Belə olur. Всё. Hmm, bəli. Bax, bunları yadda saxlasan bəsdir fiziki xassələrdən. Və bir də testlərdə nə tipli düşə bilər? Sənə məsələn buz halında olan suyu verə bilər, buxar halında olan suyu verə bilər, maye halında ola bilər. Yadda Hı -hı. saxlamaq lazımdır ki, su maye haldan buz hala və buxar hala keçəndə burada sıxlıq rho azalır. Həcm isə Bəli. artır. Niyə? Bax bir dənə götürək ki, düşün ki, Rona e, bir tərs atıldı da. Rho bərabər n bölgəyə ay C. sağ ol. Bəli. Onunla gedə bilərsən. Belə yadda saxla ki, su buzdan buxara keçəndə rho sıxlıq, yəni azalır, həcm isə artır. Həcm artma Bəli. istiqamətə gedir. Bu da oldu belə. İndi gəldik kimyəvi xassələrinə. Kimyəvi xassə nə idi? Kimyəvi xassə yəni sonda nəyinsə alınmağı idi, Bəli. yenilik Bəli. alınmalı idi. Burada nə edirlər? Birinci,
Şərtləri bilməlisən yenə. Şərtlərlə heç bir reaksiyanı əzbərləmirik. Şərtləri bilib həll edə bilərsən. Suyun Hı hı. üstünə müəyyən qədər metal, su, yəni metallarla reaksiyaya girəndə buradan üç dənə şey alına bilər. Yəni metala görə dəyişə bilər. Necə? Əgər sənin metalın aktiv metal olarsa, aktiv metal olarsa, əsas və Bəli. hidrogen alınacaqdır. Orta aktiv olacaqsa, orta aktiv olacaqsa sənin metalın. Burada metal oksid və hidrogen alınacaq. Hı Əgər hı. pis əlil olan, yəni belə deyək də, passivlər, passiv Aktivlər, metallar bəli. olacaqsa, bəli, passiv ya da pis əlil olanlar, passivlər olacaqsa reaksiyada getməyəcəkdir. Bax, yenə deyirəm. Aktiv olanda oldu əsas, yəni OH forma. Orta aktiv olanda oksid, passiv olanda Bəli. getmir. Bilirsən ki, passivdir də bu heç nə eləyə bilməyəcəkdir. Orta aktiv belə yadda Bəli. saxla ki, o ilə o. Orta aktivlə Bəli. oksid yaranır, aktivlərlə də əsas yaranır. Gəl indi nümunə ilə göstərim. Məsələn, kalsium üzərinə gəlsin su. Nə dedim? Dedim kalsiuma baxırsan, metala baxmalısan. Metalın nədir sənin aktivdir? Aktiv metalla su nəyə əmələ gətirirdi? Əsasla Hə, o, hidrogeni. Tez buradan hidrogeni çıxardırsan, əsas olaraq da kalsium OH2. Başa düşdün? bəli. Məsələn, orta aktiv bir metal deyirəm, maqnezium metalı. Maqnezium, bəli. Bəli, maqnezium üzərinə gəlsin su. Nə alınır? Orta aktivdir. Orta aktiv olanda nə dedim? Dedim oksid alınmalıdır. Oksidi. Yəni maqneziumun oksid forması, maqnezium oksid üzərinə gəlsin nə? Hidrogen. Vsyo. Pasiv metal deyirəm. Məsələn, civə. Kupon. Üzərinə gəlsin su. Bəli. Değil mi? Gedər, Girmir. getməz. Niyə? Çünki Getmir. passivdir. Bu da oldu Passivdir, belə. bəli. İndi gəldik ikinci üsula. İkinci şərtimiz nədir? Alüminium, yəni alüminiuma amalqama vəziyyətində belə deyirlər. Amalqama nədir desələr, amalqama alüminiumun civə duzlarının məhlullarına Bəli. salınır və onun səthində oksid təbəqəsindən təmizləmək üçündür. Buna deyirlər amalqama. Bunun Hı üstünə hı. Bəli. gələndə suyu alınır alüminium hidroksid, üzərinə gəlsin hidrogen. Məsələn, sənə verə bilər alüminium, yəni amalqama vəziyyəti. Üzərinə gəlsin civə xlorid. Alüminium, flor 3, üstəgəl cibə. Bax, bu reaksiyaları yadda saxla, amalqama reaksiyasıdır. Bu, bir də su ilə, amalqama ilə suyun reaksiyası. Hidrogen və hidroksid çıxmalıdır. Yəni, əsas çıxmalıdır. Qurtardı. Bəli. Bu da oldu ikinci şərtimiz. Gəldi indi üçüncü şərtimizə. Üçüncü şərtimiz suyun üstünə qeyri-metalların gəlməyimizdir. Suyun üzərinə, yadda saxla, flor gələndə, xlor gələndə, brom gələndə, yod gələndə bunların hamısından yəni eyni bir şey alınmır. Bunu məsələn halogenləri uşaqlar götürürlər. Flor, xlor, brom, yod. Yəqin hə, hamısı halogendir. Hamısından eyni şey alınır. Yadda saxla. Bunlarda elə deyil. Suyun üstünə Bəli. qeyri-metal gələndə birinci başlayaq flordan. Məsələn, flor qeyri-metalınla H flor birləşir H flor. Üzərinə gəlsin, yerdə nə qalır? Bir dənə oksigen. Bəli. Sonra suyun üzərinə xlor gələndə alınır nə? Bir dəfə H xlor, Aslı. bir dəfə də H xlor O. Hə, bəli. Brom gələndə də eyni ilə yaranır. Brom gələndə də bir dəfə H bromur, Aşkım. bir dəfə də H brom O. Belə. Və yadda saxla. Bax bunun diqqət eləməlisən. Oxunun üstündə əgər belə də verə bilər sənə. Su üzərinə gəlsin xlor, amma oxun üstündə temperatur işarəsi görərsən. Oxun üstündə temperatur işarəsi gördünsə, sən onda oksigeni çox olan yazmalısan. Keçmişdim bunu oksidasiya turşu dərsindən. Bəli. H xlor üzərinə gəlsin H xlor O3. Temperatur Bəli. oksigeni çox olan götür. Yadda Bəli. qalan bu da oldu belə. Temperaturanda haşlor söyleyen haşlor o olmurdu. O olmur. O 3 olur. Çox O olan. yani temperaturlu olandı da. Bəli, bəli, temperatur vəziyyətindədir. Sonra gəldik, məsələn, suyun üstünə bəs yaxşı yod gəlsə, bu zaman getməz. Suyun Getmədi. getmədiyi reaksiyalar yoddur, azotdur, hidrogendir, bir də oksigendir. Bunlarla reaksiya getməz. Bir də təsirsiz qazlar. Vsyo. Bir de Helium, pasif. helium, argon, kripton, ksenon bunlar da yəni. Suyun üstünə Evet. yod,
azot, hidrogen, oksigen və təsirsiz qazlar gələndə reaksiya getməz. Bəs yaxşı, suyun üzərinə karbon reaksiyası verərsə, belə getsə nə olar? Yadda saxla, buradan su qazı alınacaqdır. Temperaturun iştirakı ilə gedir reaksiyamız. Alınmalıdır CO, üzərinə gəlsin hidrogen. Bax, bir də məntiqlə götür də. Əgər sən buradan hidrogeni almaq istəyirsənsə, hidrogenin alınmasını öyrənirsənsə, sən hidrogenləri çıxardanda yerdə qalanları yazacaqsan. Məsələn, Bəli. bax, su gəlsin silisiumdur. Temperaturlandır. Sən hidrogen dərsi keçmisən. Hidrogeni almalısan da, yəni hidrogenin Bəli. alınmasını öyrənirsən. Tez hidrogeni aldın buradan. Hidrogeni sil. Yerdə nə qaldı? Silisium oksid. Kesin. Bəli. Yox. Məsələn, sənin üçün verə bilər. Su üzərinə gəlinsin, fosfor. Tek katalizatörün iştirakı ilə. pH Nə 3 yox. Mən pH alınır? Üzərinə pH gəl. 3 H3, PO4. Все. bəli, hə, düzdür. Hidrogeni çıxartdım. Yəni bu Bəli. qaldı. Qurtardı. Ümumiyyətlə mənim pH 3 adlanan maddə var, pH 3. Necə yəni? pH 3 adlanan ümumiyyətlə maddə Bəli. var, Hə, pH. hə, belə bir maddəmiz var, hə. pH 5 var, belə var. Birləşməmiz var, belə bir birləşməmiz. Hə, hə, hə. Sonra, yəni bunlar bilsən necə götürürlər? Bu bunun irəli dərslərimizdə deyərəm, turşu qalığının çıxmasından olan bir dərsdir. Yəni bunlara fosforda rast gələcəyik. Fosforun yəni birləşmələrinə aiddir. Var. Belə bir şey birləşmələrimiz var, hə. Bəli. Sonra gəldik dördüncü şərtimizə. Dördüncü şərtimiz su üzərinə gəlinsin, oksid qaydasıdır. Su üzərinə gəlsin, oksid qaydası nədir? Suyun üstünə var əsasi oksid. Bax, çox oksidimiz var da. Dörd cür oksidimiz vardı. Hansı oksidlərimiz idi? Əsasi oksid, turşu oksidlərimiz, sonra amfoter oksidlərimiz, bir də qarışıq oksidlərimiz. Bəli, yəni neçə forması oldu? 4 dənə. Qais oldu, 4 dənə. Demək, var bizim oksidlərimiz əsasi, var Turşu, turşu, sonra var, amfoter, bir sonra də qarışıq. bir də qarışıq. Bəli. Birinci gəldik əsasidən başlayaq. Əsasi, birinci. Əsasi ilə gəlsən, yadda saxla. Ətlə Bəli. var ha, ətlə. Ətlə su reaksiyaya girər. Yəni əsasi ilə turşu oksidlə girər. Yerdə qalan amfoter və qarışıqla girməz. Su girməz reaksiyaya. Bəli. Всё. Gəl indi bir-bir yoxlayaq. Əsasi oksidlər. Oksidlər dərsimizdir, elə bil. Su üzərinə gəlinsin. Əsasi Məsələn, oksid. 2 o. Bəli. Məsələn, bax yazıram su üzərinə 2 gəlsin. Lityum 2 o aysol. Nə alırlar? nə anar? Lityum OH, sayəsini H2O. Lityum OH. Bəli. Lityum OH. Всё. Bəli. Bu birləşməmiz alındı. Məsələn, Bəli. sən verirəm su üzərinə gəlsin turşu oksidi. Hı. Məsələn, suyun üstünə su üzərinə gəlsin karbon dioksid. Hı. Bəli. Nə alırlar? H2CO. H2CO3. Aysol, bəli. Və su üzərinə gəlsin kükürt dioksid. Yo, getməyəcək. Niyə? Yo, gedir. Yo, hə, gedir mən. Yo, gedir taşdım. Niyə gedir, niyə getmir? Yəni nəyə əsasən? Anam gözümdən taşdım. Gözümdən. Şərtlə gedir. Mənim silisium O2. Tamam, silisium O2 turşudur. Silisium O2 demədim axı, SO2 dedim. SO2 deyirsən, silisium Bəli, O2 deyir. kükürt SO2 dioksid turşudur dedim. mənim. Hə, nə Hə, oldu? küçükdən gedir mənim, gedir. Onunla H2SO4. Bəli. Necə çıxacaq? Necə çıxdı? H2SO3. Yəni Mis su bir də üzərinə gəlsin. Bu olanda H2SO3. Yadda qalar. Yəni suyun üstünə bir Bəli, sözlə şəbə. Suyun üstünə əsasi oksid gələndə əsas verdi. Suyun üstünə turşu bəli. oksid gələndə turşu verdi. Sonra istisnalarım var. Hı. Bu hissəyə istisnalarım var. Yadda saxla. Silisium oksid və wolfram oksid. Bunlar su ilə reaksiyaya girməz. Silisium nə olsun turşu oksididir. Bu nə olsun turşu oksidi. Bunlar su ilə reaksiyaya girməz. Yox. Sonra gəldik Bəli. nəyə? Beşinci şərtimizə. Metal hidritləri üzərinə gəlinsin su. Alınır qələvi və hidrogen.
Məsələn, metal hidridi deyəndə nə nəzərdə tuturlar? Metal, yanında da bir dənə hidrogen. Buna deyirlər metal hidridi. Bunun üstünə Bəli. sən su gələndə almalısan tez hidrogeni çıxarırsan buradan. Bax hidrogeni apardın. Yerdə nə qaldı? Qələvin. Yəni natrium OH-ın. Всё. Bəli. İndi gəldik bir dənə də şərtimiz, 6-cı şərtimizə. Metalın karbidi, metal karbidi, üzərinə gələnsin su. Buradan nə alınır? Metal karbidin üstünə su gələndə, karbid deyəndə nə nəzərdə tutulur? Metal bir dənə, məsələn kalsium. Pardon. Yanında da karbon. Bunun adı olur metal karbidi. Üstünə Bəli. gəlirlər su. Alınır kalsium. CO3. Yox, Oy. kalsium hidroksid. Üzərinə gəlsin asetlin. Niyə? Bax, kalsium buradan apardın. O, hidrogeni də apardın buradan. Nə qaldı? Karbondan hidrogen ikisi. Belə. Hə. Məsələn, bax, Bəli. sana veribdir alüminium 4 karbondan 3 dənə, üzərinə gəlsin su. Nə alınır buradan? Buradan da alınır yenə. Birinci OH-ı çıxartmalısan, alüminiumun OH-lı vəziyyətini yazmalısan. Hı Asas hı. formasını. Alüminium 3 valent olduğuna görə olur. Alüminium OH3. Yerdə nə qalır? Karbondan hidrogen. Bunu da verirsən Bəli. CH4. Yəni metal. Всё. Başa düşdün? Bəli. İndi gəldik 7-ci şərtimizə. Yox, ölçməm, Su, ölçməm. su ilə üzüm Bəli. maddələr. Su ilə üzüm maddələrinin reaksiyası necə gedir? Bax, bir dənə su. Üzərinə gəlsin üzüm maddə. Nə alınır? Buradan bax, bu birləşməmizi C2H4 kimi düşün. 2 dənə karbon, 4 dənə də hidrogendir. Sonra Bəli. sən buna su ilə təsir eləyəndə, C2H4-ə su ilə təsir eləyəndə, bu olacaqdı o zaman C2H5OH hamısını bir yerə yığacaqsan. Başa düşdün niyə? Bax, burada Bəli. hidrogenlər belə Başa idi. düşdüm. Sən bunların hamısını yığdın bir yerə. Oldu Bəli. C2H5OH. Başa düşdük? Bəli. Elə bu hidrogenin üstünə, bax 4 dənə də öldü, üstünə birini gəldin, elədi 5, CH5. Burada da bir dənə qaldı OH. Onu da birləşdirdin. İndi gəldik nəyə? Məsələn, bir dənə də formasını verə bilər bunu, sirkə aldehidinin alınmasını da yazım. Alkendir bu. Üzərinə gəlsin su, üzüm maddədən alkendir. Buradan alınacaqdı sirkə aldehidi. Bu da belə yazılır. Qurtardı. Tətbiqi hardadır? Suyun tətbiqi. Məişətdə, yəni evdə işdə, suvarmada, bilirsən də, bitkiləri falan suvarmaq Bəli. üçün. Turşuların alınmasında, hansı ki bayaq göstərdim, su ilə turşu Hı hı. oksidləri, turşuların alınmasında, maddələrin həll edilməsində, məsələn, duzla suyu, hidrogen və oksigenin alınmasında, bir də Hı buxar hı. mühərrikində, bir də buxar mühərriklərində bundan istifadə olunur. Yəni sudan istifadə olunur. Vardı. Bu da oldu su. Çətin dərs idi. Hey. Asan bir şeydir. 7 dənə şərti var. Şərtləri bilsən, onsuz da ki bu şərtin elə 2 dənəsi oksid dərsimizdəndir. Çox rahatdır. Bir dənə yadda saxlamaq lazımdır. Belə qəşəng oxumaq lazımdır ki, biləsən məsələn aktivdə nə alınır, orta aktivdə nə alınır. Bəli. Belə. Hamısını da şərtlərini öyrətdim, yollarını öyrətdim. Bitdi. Bu da oldu bizim su dərsimiz. İndi qəşəngcə keçirik mitə. Bir-bir suallarımıza baxırıq, səhvlərimizə baxırıq, əvvəlkilərə, bir də suyun da bir neçə testinə baxırıq. Yaxşı. Gəl Yaxşı. mitə keçək ki, vaxt dayandırmasın. Bəli.